dəqiqə indi yada salsaq çox belə anlar olubdu ATV mağazinlə bərabər. Bu yaxınlarda elə biri olmuşdu. Pəncərədən bir fanat böyle möhkəm yumruq vurdu və qışqırdı və hamımız dik atıldıq. ATV mağazinin müxbiri, operatoru qarışıq hamımız dik atıldıq. Sımılla. Səndən gəldi o səs? Bu yeni mahnının aranjmanı belə olacaqdı. ATV mağazinə bəzən bir müsahibə verirsən, efirdə baxanda baxırsan ki, tamam başqa şey danışmısan. ATV mağazinə müsahibə verir, görürük ki, ağazı biz tamam başqa şey danışmışıq. Evet, sağ ol. Cevaba baxırıq, dedik ki, necə biz bunu demişik. Yəqin böyük olmaq istəyirdi, ona görə qarışqa o qədər balacadır ki, düzdür, mikroblardan dəfələrlə böyükdür. Amma iş orasındadır ki, o daşıya bilir də. Baxırsınız, asta-asta belində özündən nə qədər böyük yükü daşıyır. Bəlkə elə buna yeni bir atalar sözü də fikirləşmək olar indi hal-hazırda. Özündən böyük yükün altına girmə, yoxsa amma iş orasındadır ki, özündən böyük olsa da bu bunu daşıya bilir. Bir sözlə halal olsun sənə qarışqa. Mənim bir sevgilim var, bir. Bilmək istəyirsinizsə, onda adını eşidin. O da çox sevdiyim. Hər zaman adını eşidəndə belə dəhşət hisslər keçirdiyim ATV mağazini.